ən şərəfli, ən faciət anlarına var, milli azadlıq hərəkatının başlanğıcı müstəqilliyə doğru irəliləyişimizin əsası oldu. 20 yanvara gedən yol 1988-ci ildən başladı. Sisli prezidenti Mikhail Gorbaçovun ifası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları xalqın milli müstəqillik uğrunda mübarizəsini təkrar etdi. 1989-cu il dekabr ayında Ermənistan Federal Soveti Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında qərar qəbul etdi. Bu ədalətsizliyin qarşısını almaq üçün Azərbaycan xalqı uşaqdan böyüyə ayağa qalxdı. Azərbaycana və Azərbaycanlara qarşı fərəzsizliklə olan xərclərin isə ədalətli hakimiyyət əvəzinə Azərbaycana hücum etməyə, Azərbaycanlara antimalar üstünlük verdi. 1990-cı il yanvar bölgəsində Sovet ordusu qeyd edildi. 1542 insan qətli, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Evlər, küçələr dağıtıldı. Bakı külli miqdarda maddi və mənəvi zərər oldu. Respublikada hökm sürən xaos və anarxiyanın hakimiyyətdə olanların siyasi səriştəsizliyindən qaynaqlanmış bu hadisənin səhəri günü Azərbaycan Moskvadakı daimi nümayəndələrində mətbuat konferansında keçirilən ümumi lider Heydər Əliyev Bakıda törədilmiş qətliamı kəskin şəkildə istəyərək Əliyanın necə əhaliyə qarşı təşkil olunmuş bu terroru insan hüquq və azadlığına, demokratik dəyərlərə qarşı yönəlmiş aksi adlandırdı. Bəli, 132 il əvvəl baş vermiş bu faciə yaşından, peşəsindən, siyasi bölgələrdən asılı olmayaraq bütün Azərbaycan xalqını umut kimi birləşdirdi. Ümumi hiçbir siyasi hüquqi insani olmayan sığmayan markalık adına dəfə müdafiə Azərbaycanın Suriya Sovet qoşunları tərəfindən törədilən hərbi siyasi cinayətə etirazın hiçbir Sovetlər ideyasına inamsızlıq və yüklər hissini və bu birlikdə Azərbaycan xalqı özünün yerinməzliyini, qəhrəmanlığını, vətənə demokrasi fəaliyyətini, azadlıq hüququna mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin iradənin sayəsində xalqımız müqəddəs amalına, milli azadlığına qovuşdu. İllər öldü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu dəfəki birlik, Kuşduruk Gönüllü Vətən müharibəsində qazanılan xalqlar tələbə sevincinin xalqın dövlətinə, ordusuna, müzəffər ali baş komandanına sonsuz inan və rəğbətin birliyi idi. 132 il hər il yanvarın birincisində 100 minlərlə insan müqəddəs ziyarətgaha çevrilmiş şəhidlər xiyabانları, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlər